İmam Hüseyin əleyhissalam Kərbəlanı özü açıqlayır. Niyə qalxmışam? Niyə gəlmişəm? Cəddimin dini üçün. Cəddimin dinini bərpa eləyim. Yəni bizim dildə desək, bizim dildə yox. Şəriət termini ilə desək, əmr bil məruf, nəhy anil münkər eləyək. Bizim dildə, loru dildə desək, sizi başa salmağa gəlmişəm. Ağıllı olun. Bunun üçün gəlmişəm. Özü də bu sözü ki, elan eləyir İmam Hüseyin əleyhissalam ki, bu iş üçün gəlmişəm, məsələ budur. Cəddimin dinini bərpa eləyirəm, ehya eləyirəm. Sual doğru. Hay bala, namaz qılmırıq, oruç tutmuruq. Elhamdülillah namazımız yerində, orucumuz yerində, hamımız həci, filan filan, böyle bəli, olsunuz. Hələ mən demədim ki, gəlmişəm sizə namaz öyrədim, oruc öyrədim. Hələ namazdır, orucdur, xumusdur, zəkatdır, həccidir, cəhaddır. Onlardan sonra gəlir əmr bil məruf, nəhy anil münkər. Mən gör 6-cı, 7-ci maddələrdən danışıram sizə. Mən 8-dən, 9-dan danışıram sizə. Namazdan, orucdan danışmıram. Nə olsun ki, namaz qılmısınız, oruç tutmusunuz? Siz bunun ancaq zahirin yerinə getirirsiniz. Namaz sizin ruhunuza hopmayıb. Sizlər o namaz qılanlarsınız ki, dinin qılıncını dinin öz başına vurursunuz Yezid kimi. Yəni onun üçün imam dedi, mən gəlmişəm. Siz İslam bayrağı altında İslamın qanını içən adamlarsınız. Mən onun üçün gəlmişəm. Mən istəyirəm ki, cəddimin gətirdiyi həmən o İslamı ki, Peyğəmbər o zaman sağ idi, Əli əleyhissalam sağ idi o vaxtı. Onda İslam necə idi, necə riayət edirdiniz, o cür riayət edəsiniz. Quru namaz qılmaqla, oruç tutmaqla İslam olmur. Mən sizə haqqı başa salmağa gəlmişəm. Mən gəlmişəm ki, azadə olun, hür olun. Müsəlman olmadan öncə kişi olun, küfəllərə deyir. Müsəlman ola bilmədiniz, heç olmasa kişi olun, kişi ruhiyyəli olun.